Salam, hər vaxtınız xeyir olsun. Mən Günel Ərəsunzadə. Bugün ümumi sınaq üzrə bir neçə sualın izahını verəcəm. Baxırıq suallarımıza. Kökü sayılı amonim olan düzəltmə feilinin işləndiyi cümləni seçin. Deməli, mən elə bir cümlə seçməliyəm ki, həmin cümlədə düzəltmə feili işlənsin və həmin düzəltmə feilimin kökü say ilə amonim olsun. Deməli, azğın adamlardan uzaq durmaq lazımdır. Mənim burada düzəltmə sözüm azğın sözdür, amma düzəltmə feil deyil. Bu nədir? Düzəltmə sifətdir. Ona görə A variantını silirəm. Uşaqların pulları xeyli azalmışdır. Düzəltmə sözüm azalmaq sözüdür. Azalmaq sözünün kökü azdı, azdan azalmış zamandır, D hissəcikdir. Amma mən bu variantı götürmürəm. Niyə? Ona görə ki, mənim feilimə qoşulan, mənim feilimdə al şəkilcisi var və al şəkilcisi adlara qoşulan leksik şəkilcidir və mən də bilirəm ki, al şəkilcisi adlara qoşulubsa, deməli sözümün kökü feil deyil. Yəni sayın elə özüdür. Yəni say özü ilə necə amonimlik daşıya bilər. Ona görə B variantı da yanlışdır. Bu pişikləri aparıb azdırmaq lazımdır. Bala sözün kökü azdır, azdan azdır. Maq isə məslərdir və diqqət etsək, sözün kökü azdır və dır leksik şəkilcisi qoşulur və belə məqamda biz bilirik ki, dır leksik şəkilcisi feillərə qoşulub feil yaradan leksik şəkilcidir və sözün kökü azmaq feili olduğuna görə az sayı ilə amonimlik təşkil edəcək. Ona görə bizim cavabımız olacaq C variantı. Gedirik ikinci suala. İnsanların məhəbbəti hər zaman dünyanı gözəlləşdirməyə xidmət edir cümləsi haqqında doğru fikir müəyyən edin. Deməli, öncə cümləmizi gəlin təhlil edək. Xidmət edir. Nə? İnsanların məhəbbəti xidmət edir. Nəyə? Dünyanı gözəlləşdirməyə. Nə zaman? Hər zaman. A. Deməli, mürəkkəb mübtəda mürəkkəb söz birləşməsi ilə ifadə olunan fikri yanlışdır. Niyə? Çünki mənim cümləmdə mürəkkəb mübtəda var. Yəni, mürəkkəb mübtəda o deməkdir ki, söz birləşməsi ilə ifadə olunsun. Yəni, ümumiyyətlə, cümlə üzvləri quruluşca iki cür olur. Ya sadə olurlar, ya da mürəkkəb olurlar. Sadələr, yəni sadəcə olaraq nitq hissələri ilə ifadə olunan, yəni bir sözdən ibarət olanlar da mürəkkəb mübtədalar isə, mürəkkəb cümlə üzvləri isə o deməkdir ki, söz birləşmələri ilə ifadə olunsunlar. Doğrudur, bura qədər doğrudur. Mürəkkəb mübtədadır. Yəni, söz birləşməsi ilə ifadə olunur. Amma mürəkkəb söz birləşməsi ilə ifadə olunmuyor. Niyə? Ona görə ki, mənim mübtədam söz birləşməsi mürəkkəb deyil. Söz birləşmələri də öz mövqelərində iki məqamda özlərini göstərirlər. Ya sadə olurlar, ya da ki, mürəkkəb olurlar. Sadələr o deməkdir ki, yalnız iki sözün birləşməsindən yaranan söz birləşmələri quruluşca sadə söz birləşmələridir. Üç və daha artıq sözün birləşməsindən yaranan söz birləşmələri isə quruluşca mürəkkəb söz birləşmələridir. Amma görürəm ki, mənim mübtədam ifadə vasitəsi sadə söz birləşməsidir, yəni iki sözün birləşməsindən yaranıbdır. 3 dənə olsaydı, deyərdim ki, bu mürəkkəbdir. Ona görə A variantı yanlışdır. Tamamlıq isim birləşmə ilə ifadə olunub, xeyr. Baxın, mənim ikinci tərəfim məsdərdir və məsdər o zaman isim birləşmə mövqeyində çıxış edər ki, qarşısında yəli hal şəkilcili söz olsun. Amma görürəm ki, burada yəlik hal şəkilcili sözüm yoxdur. Ona görə də ikinci fikrim də yanlışdır. İsimlərdən ikisi hal, biri mənsubiyyət şəkilcisi qəbul edib, mənim isimlərim deməli, hal şəkilcisi qəbul edib, hal şəkilcisi, bu isə mənsubiyyət şəkilcisi qəbul edib. İndi deyəcəksiniz, müəllim, hardan bildiniz bu mənsubiyyəti, bu haldır? Yəlik hal şəkilcisidir, bəli. Yəlik hal şəkilcili söz cümlədə işlənibsə, özündən sonra mütləq şəkildə mənsubiyyət şəkilcili sözü tələb edir. Bəs müəllimində sual yaranar ki, niyə nə ola bilər ki, qəbul etməsin, yəni həmin şəkilcili söz olmasın, mənsubiyyət şəkilcili söz işlənməsin. Bəs necə olar onda, necə işlənir? O zaman əgər müstəqil işlənmək istəyirsə, yəlik hallı söz cümlədə xəbər vəzifəsində işlənməlidir. Yəni, dır xəbərli şəkilcisini qəbul etməlidir. Yəni, dır yoxdursa, deməli, mən özündən sonra nə axtaracam? Mənsubiyyət şəkilcili sözü axtaracam. Ona görə də mənim burada elə variantım elə C variantı olur. Yəni, mənim cümləmdə 2 hal şəkilcili, 1 mənsubiyyət şəkilcili ismim var. Keçirik üçüncü suala. Doğma torpaqlarımızı qorumaq onun ən müqəddəs vəzifəsi idi. Öncə cümləni təhlil etmək istəyiriksə, başlayırıq xəbərdən. Onun ən müqəddəs vəzifəsi idi, birlikdə xəbərdir. Niyə? Çünki yəlik hallı sözüm var. Yəlik hallı sözüm özündən sonra nə istəyir? Mənsubiyyət şəkilcili sözü. Aha.
Deməli, mənsubiyyət şəkilçili sözdürsə, birlikdə nə olacaqlar? Mürəkkəb xəbər. Ay müəllim, niyə mürəkkəb xəbər olurlar? Çünki üç sözün birləşməsindən yaranır. Deyəcəksiniz, burada ən də var. Ən köməkçi nitq hissəsidir. Bir məqam daşımır burada. Ona görə də mən onu hesab etmirəm, yəni ki, sözdə. Doğma torpaqlarımızı onun ən müqəddəs vəzifəsi idi. Nə? Mübtədanı axtaraq. Nə? Doğma torpaqlarımızı qorumaq birlikdə mübtəda. Niyə? Çünki məstər demişik ki, cümlənin ortasında işlənəndə özündən əvvəldəki sözləri nə edir? Özünə tabe edir və bu səbəbdən də tərkib yaradır və tərkib olaraq da cümləmizin mürəkkəb mübtədası qismində çıxış edir və bu baxımdan da mənim cümləmdə 2 dənə cümlə ismi var. Biri mübtəda, biri isə xəbərdir. Variant olar B. Keçirəm 4-cü suala. Hansı sıradakı sözlərin başlanğıc forması kök və 2 leksik şəkilcidən ibarətdir? Sözün kökü çəkdi, çəkməkdən çəki, siz, lik, də. 3 dənə leksik oldu. Böyümək sözün köküdür ki, lük, ü. Tamaq sözün köküdür kar, lıq, ın. Diqqət isə mənim variantımı pozan burada çəkisizlik söz oldu. Ona görə ki, 3 dənə leksik şəkilci var. Amma məndən 2 leksik istəmişdi. Ruh sözün köküdür. Ruhdan ruhlamaq olmur. Ruhlan, ır zamandır. D isə hissəcikdir. Çıxmaq sözün köküdür. Çıx, ıntı, leksik şəkilci. S isə qrammatikdir. Qorumaq sözün köküdür. Qoru, çu, leksik. Lar isə qrammatikdir. Görmək sözün köküdür. Görməkdən görünmək, görünüşdən. Soyumaq sözün köküdür. Q, luq, un. Sürmək sözün köküdür. Sürməkdən sürü, dəkilər. Aha, elə mənim variantım burada C variantı olacaq. İnqilabçılar, döymək, hüş, kən, lik. 3 dənə leksik oldu. Səbəb, karlar qrammatikdir. Yarat sözün köküdür. Yaratmaqdan yaradıcı, yaradıcıdan yaradıcılıq. Çökmək sözün köküdür. Çökək, likdən. Təmiz sözün köküdür. Kar. Burada bir dənə leksik şəkilci var deyə bunu seçə bilmirəm. Cavabım olacaq. Nə oldu? C variantı oldu. Keçirik 5-ci sualımıza. Cümlədəki sözlərin morfoloji təhlili ilə bağlı hansı fikir yanlışdır? Morfoloji təhlil deyirsə, müəllimlər, onu bilək ki, yəni sözlərin nitq hissəsi baxımından, qrammatik baxımından yanlış olanı istəyir. Balacaların təbəssüm dolu baxışları müəllimlərini fərqləndirirdi. Baxışları sözünün kökü feil olan cəm və mənsubiyyət şəkilçisi qəbul etmiş isimdir. Sözün kökü baxmaqdır, baxmaqdan baxış, cəm və ı mənsubiyyətdir. Niyə? Çünki balacaların sözündə ı niyəlik halı var və burada da mənsubiyyəti özündən sonra istəmişdir. Deməli, feil kökü feildirmi? Bəli. Cəm şəkilçisi qəbul edib, bəli. Mənsubiyyət şəkilçisi qəbul edib, bəli. Fikir doğrudur. Məndən nə istəyir? Yanlışı istəyir. Yanlışı axtaracağam. Müəllimlərini 3 qrammatik şəkilçi qəbul etmiş isimdir. Müəllim sözün köküdürlər, cəmdir. Müəllimləri ni. 2 dənə belə bir məqam görürəmsə, deməli biri mənsubiyyət, digəri isə haldır. Fikir doğrudurmu? Aha, doğrudur. 3 qrammatik şəkilci qəbul etmiş isimdir. Balacaların çoxaltma dərəcəsində olan isimləşmiş sifətdir. Baxın, sözün kökü balacadır. Balacadan lar qrammatikdir, ın qrammatikdir və ismin xüsusiyyətini qəbul edibsə, bəli, isimləşmiş sifətdir. Bura qədər doğrudur. Amma çoxaltma dərəcəsində deyil. Niyə? Mən buradakı kiçik bir caya görə mən bunu çoxaltma dərəcəsi götürəcəm. Xeyr, sözün başlanğıcı elə balacadır və burada yəni baladan balaca yaranmayıb. Ona görə variantımız yanlış olaraq C variantı olacaq. Fərqləndirdi kökü isim olan feildən düzələn feildir. Gəlin baxırıq. Ay, aha. Keçdim digərinə. Aha. Deməli, sözün kökü fərəhdir. Sözün kökü fərəhdir. Fərəhdə fərəhləmək yox, fərəhlənməkdir. Dir leksikdir, di isə zamandır. Nədən bildim burada dir leksikdir? Çünki fərəhləndirmək deyə bildiyim üçün ona əsasən də mən bunun dir şəkilsinin leksik olduğunu müəyyənləşdirdim. Və sözümün kökü isimdirmi? Bəli, bura qədər doğrudur. Feildən düzələn feildirmi? Sonuncu leksik şəkilçim üzərindən xətt çəkirəm, baxıram sözə. Bəli, feildən fərəhlənmək sözündən yaranan düzəlibdir, fikir doğrudur. Aha. Aha, biz burada C-da balacaların çoxaltma. Aha, biz elə C variantını doğru seçmişik də, bəli, yanlış olan C idi. Deməli, 4-cü D variantındakı fikir doğrudur. Təbəssüm sadə isimdir, bəli, sadə isimdir.
Deməli, digərləri doğrudur, amma C variantındakı fikir isə nədir? Yanlışdır. Keçirik 6-cı fikrə, yəni suala. Dərsə baş verənlər müəllim müdavimin gözündən yayınmadı. Cümlədə hansı cümlə üzvləri iştirak etmir? Aha. Dərsdə baş verənlər müdavimin gözündən yayınmadı. Müdavimin gözündən yayınmadı bütövlükdə bir xəbərdir. Niyə? Gözündən yayınmaq bir frazemdir, amma göz sözündəki ün mənsubiyyət şəkilcili söz var deyə özündən əvvəldə bir gəlik halda söz də varmı? Var. Deməli, bunlar birlikdə bütövlükdə bir xəbər kimi götürüləcək. Nə gözündən yayınmadı, müdavimin gözündən yayınmadı, dərsdə baş verənlər, mübtəda və xəbər işlənibdir. Deyəcəksiniz, müəllim, niyə bunu birlikdə götürdük? Ona görə ki, baş vermək bir frazemdir. Həm də dərsdə sözünü özünə tabi edib, həm də bu ən feili sifət şəkilçisini qəbul edibsə, cümlənin ortasında işlənibsə, özündən əvvəldəki sözləri özünə tabi edib bir tərkib yaradıbdır. Deməli, cümlədə iştirak etmir ikinci dərəcəli üzvlər. Bunlar hansılardır? Tamamlıq, təyin və zərflikdir. Keçirik 7-ci suala. Biri mürəkkəb cümlə deyil. Aha, bugün bağlayıcı mövzusuna keçəndə mürəkkəb cümlə haqqında kiçik detallar qeyd etmişdim. Bilir ki, nəticə olacaq mürəkkəb cümlə deyil deyir. Biz dedik ki bağlayıcısı varsa cümlədə, deməli bu mürəkkəbdir. Çalışsan, əgər sasə şərt şəkilçisi görürüksə cümlədə və özündən sonra vergülü varsa, deməli bu şərt şəkilçisidir və mürəkkəb cümlədir. Ona görə mənə sadə cümlə lazımdır. Mürəkkəb yox, oxudumu irəliləyiş olacaq. M ədatı olan hissədə biz deməliyik ki, bu cümlə mürəkkəb cümlədir. Oxudumu irəliləyiş olacaq. Baxın, oxudumu kim? O oxudumu irəliləyiş olacaq. Nə olacaq? İrəliləyiş baş verəcək də. Olacaq sözü müstəqil götürülür burada. Niyə? Çünki baş verəcək sözü ilə ifadə edə bilirəm. Başqa bir sözlə də əvəz edə bilirəm. Deyərsən, gələrəm. Sən deyərsən, mən gələrəm. Yenə də mürəkkəbdir. Demədim, təbii ki, sonra da peşman oldum. Demədim, sonra da peşman oldum. Bunları deyən kimdir? Mənəm. Və bu sadə cümlədir. Təbii ki, burada modal söz mövqeyində çıxış edib təsdiq modal bildirən modal sözdür. Amma bu demək deyil ki, bu mürəkkəb cümlədir. Keçirik 8-ci suala. Hansı cümlədə o bu əvəzliyindən sonra vergülün işləmə məqamı düzgündür? Biz dedik ki, o bu əvəzliklərindən sonra nə zaman vergül qoyulacaq? Mübtəda vəzifəsindən çıxış edib kimindən sualına cavab verəcək və özündən sonra isim, sifət, say, zərf, feili sifət, modal sözlər və nida işləndikdə vergül işarəsi qoyulacaq. Amma digər məqamlarda isə yəni feillər, köməkçi nitq hissələri işləndikdə vergül işarəsi qoyulmayacaq. Baxırıq. O da bizim fikirlərimizlə razılaşdı. Baxın, da köməkçi nitq hissəsidir. Ona görə mən burada vergülü doğru hesab etmirəm. O gedərkən feil, yəni feili bağlama işlənirdi. Yalnız və yalnız feili sifət işlənəndə vergül qoya bilərik. Ona görə burada da doğru deyil. Bizim o göldə çöl quşları çox idi. Hansı göldə? O göldə. Burada təyin mövqeyində çıxış edib. Axı, mübtəda mövqeyində çıxış etməli idi. O gözəl qızı tanıyırsan, hansı gözəl qızı? O gözəl qızdır. Baxın, burada da yanlışdır. O tez-tez doğma yerlərə gələrdi. Nə edərdi? Gələrdi. Kim gələrdi? O mübtədadır. Kim sualına cavab verdi? Tez-tez sözü isə zərfdir. Ona görə də doğrudur. Yəni, burada vergülün qoyulması nədir? Doğrudur. Variantım olar. E variantı. Aha. Deməli, keçirik 9-cu suala. Verilmiş nümunədəki isimlərin hansı halda olduğunu ardıcılıqla müəyyən edin. Aha, insan qəribədir, eşqə məzardır, sevəndə dəyişər arzu istəyə. Xatırlamaq üçün yaddaşı vardır, amma unutmaq üçün yoxdur heç nə. İsimləri deyir. İnsan, qəribə sifətdir. Eşq, məzar, bir daha yenidən yazaq. Deməli, insan, eşq, məzar, arzu, istək, yaddaş, elə isimlər bunlardır. Deyir, isimlərin hansı halda olduğunu. İnsan adlı haldadır. Eşqə yönlük haldadır. Məzar adlı haldadır. Niyə? Sadəcə olaraq dır xəbərli şəkilçisi işlənib. Hal şəkilçisi yoxdur axı. Sevəndə dəyişər arzusu, istəyi. Yenə adlı haldadır. Onun arzusu, onun istəyi. Burada iyi mənsubiyyətdir. Adlı haldadır. Xatırlamaq üçün yaddaşı vardır. Nəyi vardır? Onun yaddaşı.
deyə bilirəm? Bəli. Deməli, yaddaş sözü nədədir? Adlıq haldadır. Deməli, nə oldu? Adlıq, yiyəlik, adlıq, adlıq yönlük oldu. Adlıq, adlıq. Deməli, yönlükdən sonra 3 dənə adlıq var, 4 dənə adlıq var. Aha, gəl baxaq. Deməli, adlıq, yönlük, 4 dənə adlıq. 4 dənə adlıq olan məqam hardadır? Burada var, amma əvvəli yiyəlikdir. Gedirik. Getdi. Adlıq, 4 dənə adlıq olsun. Variantımız olacaq B variantı. Adlıq, 1 adlıq əvvəldədir. 4 adlıq da yönlükdən sonra da fikrimiz olacaq B. Keçirik 10-cu sualın izahına. Evdəkilərin çalışqanlığı söz birləşməsi ilə bağlı yanlış fikri seçin. Hər iki tərəfə düzəltmə sözlə ifadə olunmuşdur. Doğrudur. Ev sözün kökü dakidəki leksikdir. Dakilərin. Çalışmaq sözün köküdür. Çalışmaqdan çalışqan sifəti yaranırlıq isə isimdir. İsim düzəldibdir. Feili birləşmə deyil, təbii ki də doğrudur. Bizə nə istəyir? Yanlış istəyir. Hər iki tərəfə eyni nitq səsi ilə ifadə olunur. Evdəkilər sifətdir, çalışqanlığı isə isimdir. Baxın, dakidəki şəkilsi qəbul edibdir. Bəs nə zaman ki, daki şəkilsi qəbul edən söz isim mövqeyində çıxış edərdi? Dakidəkidən əvvəldə yiyəlik hal şəkilsi işlənəndə. Çalışqanlıq sözü lıq leksik şəkilsi sifətlərə, sayılara qoşulanda ismi yaradırlar, yadımızda qalsın. Deməli, nitq səsi ilə ifadə olunan fikir doğru, yanlışdır. Birinci tərəf sifət, ikinci tərəf isə isim olur. Variantımız olar C variantı. Sadə söz birləşməsidir. Bəli, iki sözün birləşməsindən yaranıbdır. Söz birləşməsini əmələ gətirən hər iki sözün tərkibində eyni sayda şəkilçi var. Eyni sayda şəkilçi var deyil, gəlin baxaq. Dakidəki leksiklər 3 dənədir. Çalışmaq, qanlıq, ı. Aha, hər iki əmələ gətirən, söz birləşməsini əmələ gətirən hər iki sözün tərkibində eyni sayda şəkilçi var. Əslində burada doğru deyir də. Çalışmaq sözünün qanlıq, söz birləşməsi bağlı. Hə də, doğrudur da, doğru fikirdir. Bizdən yanlışı istəyir axı. Bəli, yanlış olan elə C variantıdır. Keçirik 11-ci suala. Hansı cümlədə durğu işarələri buraxılmışdır? Aha, o Samirin cibinə bolca pul qoyub, bax, bu məqamda belə bir məqamda biz nə edirik? Baxın, burada dialoq hissəsi var. Qoyub, qoşan nöqtə və növbəti hissəyə keçəndə qarşısında tirə işarəsi qoyacaq. Get dedi qoyanda, istifadə edəndə vergül tirədən istifadə edirik. Bəxtınızla. Ammadan əvvəl bugün keçmişik ki, vergül qoyulacaq. Amma heç inanmıram ki, 2-dən sonra vergül qoyacaq, çünki əvvəlində xəbər işlənibdir. Sən o işə girə biləsən. Sonunda da nöqtəsi olmalı idi. Aha, gəlin baxaq. Deməli, qoşan nöqtə, tire, neçə dənə tire var? 3 dənə tire var. 1, 2, 3, 4 dənə vergül var. Deməli, qoşan nöqtə, 4 vergül və nöqtədir. Bəli, 4 tire nə idi? Getdi. Qoşan nöqtə, 3 tire, 5 virgül var burada. Burada da əvvəlində bir dənə də virgül var. 5 dənə virgül və nöqtə də var. Variantımız olar E variantı. Aha, keçirik 12-ci sualımızı. 11-ci sualımızı işlədik. Aha, keçirik 12-ci sualımıza. Mübtədası söz birləşməsi ilə ifadə olunan cümləni seçin. Mübtəda söz birləşməsi ilə ifadə olunsun. Çəmənlikdəki çiçəklərin valeh edici qoxusu insanı məst edirdi. Nə? Çiçəklərin valeh edici qoxusu. Hansı çəmənlikdəki kimi insan? Mənim mübtədanın ifadə vasitəsi söz birləşməsidirmi? Bəli. Özdə çiçəklərin valeh edici qoxusu mürəkkəb söz birləşməsidir. Niyə? 3 dənə sözün birləşməsindən yaranıbdır. Uşaqlar toplaşıb ayın tutulmasına tamaşa etdilər. Tamaşa etdilər kim? Uşaqlar bir nitq hissəsindən ibarətdir, ona görə sadədir. Adəm xəbər gətirdi ki, kim? Adəm gətiribdir. Aha, Zeynalabdin bu xəbəri mehriban bir təbəssümlə qarşıladı. Kim? Zeynalabdin sadədir. Bir tane müdavim davam etdi. Yenə müdavim sadədir. Heç kəs yerindən tərpənməyə macal tapmadı. Macal tapmadı kim? Heç kəs. Deyəcəksə bu mürəkkəbdir axı. Mürəkkəb sözdür bu. Mürəkkəb əvəzlikdir. Amma mürəkkəb söz birləşməsi başqa mənadır. Mürəkkəb söz başqa bir mənanı ifadə edir. Variantımız olacaq A. Cümlələrin birində amonim olan söz həm isim, həm də
feil kimi işlənmişdir. Cümlələrin birində amonim olan söz həm isim, həm də feil kimi işlənmişdir. Qardaşım yeməyi dadmaq üçün süfrəyə yaxınlaşdı. Dadı çox bəyənildi. Qardaşım yeməyi dadmaq üçün. Baxın, dad sözü işlənib. Burada da bir dad sözü işlənib. Dadmaq feili var, bir də dad ismi var. Deməli, söz həm isim, həm də feil kimi işlənib. Bəli də. Elə variantımız olar da A. Çox küskün olduğundan sarı lalələr onun yarasını sarımırdı. Sarı lalələr. Cümlələrin birində amonim olan söz həm isim, həm də feil kimi işləmişdir. Amma burada sarı lalələr sifət mövqeyində işlənib. B variantı yanlışdır. Topa qolu ilə toxunan bəzi futbolcular qol vurmağı bacarmadılar. Bacarmışdı. Qol, amonimdir. Qolu ilə isim mövqeyində, qol sözü də, qol vurmaq. Burada qolu vurmaq. Qol sözü də var burada, amma hər ikisində isim mövqeyində çıxış edib. Balta əlini yardığı üçün yara əmələ gəlmişdir. Yarmaq sözün köküdür. Yara sözün başlanğıcıdır. Biz amonimləri sözün başlanğıc formasına əsasən müəyyənləşdirib. Burada yar deyil, yaradır sözün başlanğıcı. Bu quru sahələrdə əvvəlcə su olmuş, təzəlikcə qurumuşdu. Quru sözü var, amma biri sifətdir, biri isə feildir. Məndən bir tərəfi isim, digər tərəfi feil olanı istədi. Ona görə variantımız olacaq A variantı. Keçirik 14-cü suala. Belə sözü hansı cümlədə əvəzliklə amonimlik təşkil edir? Deməli, amonim əvəzliklə amonimlik təşkil edirsə, deməli, mənim belə sözüm ədat mövqeyində çıxış eləyəcək. Çünki biz belə sözünü həm ədat kimi, həm də əvəzlik kimi görə bilirik. Sənin belə işlərin də varmış, necə işlərin belə. Amma bütövlükdə bir cümlə üzvüdür, çünki söz birləşməsinin arasında yer alıbdır. Sonra onu da bu hala salan belələridir. Artıq burada belələr sözü nə deyir? Əvəzlik mövqeyində çıxış edir. Çünki cümlə üzvü ola bilməz köməkçinin diksələri. Bostandakı torpaqlı belə söykənərək dayanmışdır. Buradakı bel sözü, sözün kökü beldir, beldən belə. Yəni o hansı ki torpağı necə deyim, şumlamaq üçün istifadə olunan məişət aləti var, həmin o beli nəzərdə tutur. Bütün bu işlərdən onun belə xəbəri yoxmuş. Aha, baxın, bütün bu işlərdən onun belə xəbəri yoxmuş. Burada belə ədatdır. Beləni silsən, onun xəbəri yoxmuş deyə bilirəm. Bəli, deməli, burada belə söz ədatdır və əvəzliklə amonimlik təşkil edir. Keçirik 15-ci sualımıza. Verilmiş cümlənin sintaktik təhlilini düzgün müəyyən edin. Susuzluqdan bizim kəndimizdə onlarla ailə əziyyət çəkir. Əziyyət çəkir kim? Ailə. Nə qədər? Onlarla ailə. Harada? Bizim kəndimizdə. Nədən əziyyət çəkirlər? Susuzluqdan. Aha, zərflikdir ha burada. Aha, deməli bütövlükdə zərflikdir özdə. Deməli, nə oldu? Tamamlıq, zərflik, təyin. Tamamlıq, zərflik, təyin. Tamamlıq, zərflik, təyin. Mübtəda, xəbər, variant olar C. Keçirik 16-cı sualımıza. Sənin əkinin söz birləşməsinə in şəkilçiləri hansı bənddə düzgün ifadə olunub? Sənin sözündəki birinci in yiyəlik haldır. İkinci əkin leksik şəkilcidir və sonrakısı isə mənsubiyyətdir. Deməli, hal, leksik, mənsubiyyət, hal, leksik, mənsubiyyət. Fiildən isim düzəldən şəkilçi və üçüncüsü isə mənsubiyyət şəkilçisi variant olar D variantı. Keçirik 16-da da elə baxın, burada da qeyd olunub. 17-ci sual. Leksik və qrammatik şəkilçinin eyni heyecanın tərkibində olduğu sözü müəyyənləşdirin. Bu əsasən D hissəsində olur əsasən. Baxın, D bütövlükdə heyecan kimi götürülür, amma şəkilçilərə ayırdıqda D bir hissə, Q isə bir hissə olur. Baxın, elə küsüşdük. C variantıdır. Küsmək sözün köküdür. Küsməkdən küsüşməkdir. Dük isə dü zamandır, ki isə şəxs sonludur. Amma küsüşdük heyecanlara belə də ayrılır. Keçirik 18-ci sualla. Kökləri eyni olsa da eyni köklü sayılmayan sözlər işlənmiş cümləni tapın. A. Eyni köklü haqqında qısa bir məlumat verim. O deməkdir ki, kökləri eyni olan, amma leksik şəkilçilərlə işlənən sözlərə biz eyni köklü sözlər deyirik. Yəni, eyni köklü sözlərin kökü eyni bir nitq hissəsinə aid olmalıdır və eyni bir mənanı ifadə etməlidir. Məsələn, baxın, güllük, gülçü və güldan. Baxın,
Deməli, güllük sözündə sözün kökü gül ismidir, hansı ki, o çiçək var ya, qoxladığımız odur. Və həmin o çiçəklərin, güllərin olduğu hissəyə biz güllük məkanı deyirik. Gülçü isə o iynədiyimiz, qoxladığımız gülü satan adama gülçü deyirik. Güldanı isə yəni sözün kökü güldür. Gülü qoyduğumuz, hansı ki, o qoxladığımız gülü qoyduğumuz qabın adıdır. Yəni, baxın, hər birisində eyni güldən bəhs etdimmi? Bəli. Eyni bir nitq hissəsidirmi? Əlbəttə, eyni sözdən bəhs edirəmsə, deməli, hər birisi eyni nitq hissəsi, yəni isim və isimdir. Və müxtəlif mənalı sözlər yaranıbdır, ola bilər. Yəni, başqa bir nitq hissəsi də yarana bilərdi burada. Əsas odur ki, yəni sözümün kökü eyni bir nitq hissəsidir və eyni mənanı ifadə edir. Gəlin, baxaq indi cavabımıza. Köklər eyni olsa da, eyni köklü sayılmaz sözlər, yəni burada o deməkdir ki, sözlərimin tərkibində qrammatik şəkilçi var. Başçı gözdən itəndən sonra bərk yağış başladı. Sözün kökü başdır, başdan başçı yaranıb, insanın başından, yəni baş sözündən yaranıb. Yəni, başdan yenə də başda ismi feili yaranıbdır. Hər ikisində baş sözü eyni mənanı ifadə edir və nitq hissəsi olaraq isimdirlər. Yaşlı qadının yaşadığı bina bizim evdən çox da aralı deyildi. Yaş sözün köküdür. Yaşdan yaşlı. Necə sifəti yaranıb? Yaşdan yaşamaq da yarana bilir. Bəli. Həm sifət, həm də feil yarana bilər. Niyə? İnsan yaşından yaşlı olur, yaşından dolayı yaşlı olur və yaxud da yaşından dolayı yaşayıram müəyyən müddət ərzində. Qaldırıcı kran tikinti materialları ilə birlikdə fəhlələri yuxarı qaldırdı. Qaldırmaq sözün köküdür. Qaldır sözün köküdür. Qaldırıcıdır, qaldırdı, qaldırmaq. Aha, baxın, burada kökləri eyni olsa da, baxın, bu sözün kökü qaldırmaqdır, bu sözün də kökü qaldırmaqdır, amma mən bunları eyni köklü götürmürəm. Niyə? Çünki birində qrammatik şəkilçi qəbul edib, digərində isə leksik şəkilçi qəbul edib və bu baxımdan mən bunları nə eləməyəcəm? Eyni köklü götürməyəcəm, variant olar C. İşçilərini belə günorta saatlarında işlətmirdilər. İş sözün köküdür, işdən işləmək, işləməkdən işlətməkdir. İş sözün kökü də hansı ki, bax, bu işdən gedir söhbət. İşdən işçi, işə gedirsən ki, işçi olursan da, ona görə eyni köklük yaradıbdır, bu deyil. Heç gözləmirdim ki, gözlüyümü də bu qədər tez göndərərlər. Gözləmirdim, sözün kökü gözdür, gözdən gözləyirsən, sözün kökü gözdür, gözdən gözləyir əşyası yaranır. Ona görə bu da uyğun gəlmədi. Məndən uyğunsuzluq istəyir, variantım C olacaq. Baxın, hər birisində burada da eyni köklülük yarat, amma C variantında eyni köklülük yaratmadı. Yəni, baxın, gülçü, bir də gülün. Sözün kökü güldür, güldən gülçü leksik şəkilçi qoşulub düzəlibdir, amma sözümün kökü gül ismidir, yəni hansı qoxuladım. Amma buradakı ün yiyəlik hal şəkilçi, yəni qrammatik şəkilçi qoşulub sözə. Bu baxımda bunlar eyni köklülük yarada bilməzlər. Eyni köklü olmaq üçün mütləq həmin sözlər düzəltmə olmalıdırlar. Yəni, leksik şəkilçilər qəbul etməlidirlər. Yəni, həmin məqamda C variantında biz rastlaşdıq. Keçirik 19-cu sualımıza. Deməli, nə deyirimsə burada? Uyğunluğu müəyyən edin. Lampa pambıqda, lampada m-dır, pambıqda da m-dır da. Sözlərindən nöqtələrin yerə m hərfi yazılmalıdır. Yanlışdır, xeyr, doğrudur. Uyğunluğu istəyir bizdə. Mürəkkəb sözlər mürəkkəb cümlə üzvü olmur. Doğru deyir, amma yanlış yazıb yenə də uyğunsuzluq yarandı. Burnunun ucu göynəmə ifadəsini həm həqiqi, həm də məcazi mənada düşünmək olur. Doğru deyir, amma yanlış yazdı. Fikir yenə yanlışdır. Sara xatun Alicanı qadın idi cümləsi nəqli cümlədir. Bəli. Məlumat xarakterli olduğuna görə nəqli cümlədir. Fikir doğrudurmu? Doğrudur. Variant olar C. D. Qaçış, baxış, gözlük, görüş, qorxu sözləri feildən düzələn isimdir. Bəli, sözün kökü qaçmaqdan qaçış nə? Baxmaqdan baxış nə? Gözdən gözlük nə? Görməkdən görüş nə? Qorumaqdan qoruq nə? Hər birisinin nə sualına cavab verdi. Aha, düzələn isimlərdir, deyir. Feildən, qaçmaqdan qaçış, baxış, göz. Aha, gəlin indi belə bir şey deyək. Gözlük. Amma burada göz sözü isimdən düzəlibdir. Ona görə feildən düzəlir hamısı. Fikir burada yanlışdır. Keçirik 20-ci sualımıza. Sənə bugün neçə nəfər belə xəritə gətirib? Aha, sənə bugün neçə nəfər belə xəritə gətirib? Cümlədəki əvəzli məna növünü ardıcıllıqla göstərəm. Birincisi sənə şəxs əvəzliyidir. Bugün nə zaman sualına cavab verirsə, burada zərfdir. Neçə
Neçə burada sual əvəzliyidir. Belə işarə əvəzliyidir. Şəxs, sual, işarə ardıcıllıqlı göstərən sualdır. Şəxs, sual, işarə, bəli, variantımız olacaq B variantı. Baxın, B variantıdır gəldi. Bu günlük əziz izləyicilər, izahım bu qədər. İnşallah gələn izahlara qədər. Əgər video izahı bəyəndinizsə, videonu da bəyənməyi unutmayın. Hələlik.